Ben xahiş edirəm, hər kəs mənə baxsın və hər kəs şəhadət parmağını qaldırsın. Tez-tez qaldırın, tez-tez. Və indi xahiş edirəm, geri baxın, neçə nəfər şəhadət parmağını qaldırıb. Sizcə niyə görə belə olur? Çünki biz insanlar, bizim beynimizin işləmə şəkli fərqlidir. Bizlər uşaqlıq dövründə, hər birimiz uşaq olmuşuq, bəlkə də bəzilərimizin övladları var. Bir uşağa nə deyirsinizsə deyin, heç bir fərqi yoxdur. Bəlirli bir yaşa qədər nə edir? Valideynini təkrarlayır. Amma yalnız bəlirli bir yaşa qədər. Sonra nə deyirsinizsə deyin, mənim oğlumun mənə dediyi sözləri deyir. Ata, sən artıq qocalmısan, artıq YouTube dövrüdür. Onun bəlirli bir çevrəsi formalaşır və o çevrə nə edirsə onu təkrarlayır. Sonra məktəb oxuyur, universitetə qəbul olur. Sizlər kimi universitetdə yeni biliklər, yeni layihələr və s. öyrənir. Bu bilikləri qazanır, atılır iş həyatına. İş həyatına atılarkən nə edir? Bildiklərini etmir. İlk yanında oturduğu iş yoldaşı nə edirsə ona baxır, onu kopyalayır və onu təkrarlayır. Beləliklə biz insanlar yalnız gördüklərimizi edirik, bildiklərimizi etmirik. Və məhz buna görə də həyatımızda bir çox fürsətləri qaçırdırıq. Bugün sizlərlə inkişaf yönümlü təfəkkür mövzusunda danışmaq istəyirəm. Və bu mövzudan danışarkən sizləri bir nəfərlə tanış etmək istəyirəm. 1940-cı ildə Amerikanın Clarksville əyalətində anadan olunmuş bir qaradərli xanım. Hansı ki bu qaradərli xanım ailədə 20-ci uşaq idi. Və anadan gəlmə bir xəstəliklə doğulmuşdu. 5 yaşından qədər danışa bilmirdi. Sonradan dil açıb danışmağa başladı. Vaxtından əvvəl doğurmuş bir körpə idi. 2000 qram olaraq dünyaya gəlmişdi. Amma həyatın ona hazırladığı sürprizlər sadəcə bundan ibarət deyildi. 4 yaşında yenidən enterovirusuna yoluxur və bədəni iflic olur. O dövrdə isə qaradərli insanlara qarşı münasibət heç də bir mənalı deyildi. Və onun anası həftədə 2 dəfə təxminən 80 kilometrlik yolu qət edərək onu fizioterapiyaya aparırdı. Çünki qaradərlilər üçün xüsusi bir xəstəxana var idi. Və vaxt gəlir, zaman ötür, o xanım dünyanın ən məşhur xanımlarından birinə çevrilir. Və onun dediyi bir söz var. Deyir, anamın mənə ilk ötürətdiyi şeylərdən biri də o idi ki, istədiyim hər şeyə nail ola bilərəm. Və mən də yenidən yeriməyi öyrənmək istədim. 9 yaşında yenidən yeriməyi bacardı. Təhsil aldığı dövrdə öz tələbə yoldaşları tərəfindən bullyinglə qarşılaşır. Bu xanım dünya tarixinə Wilma Rudolph olaraq düşür. Qara Qazelli. 3 qat olimpiya çempionu. Çox maraqlıdır. 3 qat olimpiya çempionu olaraq hətta dünya rekordunu qırır. 400 metrlik məsafəni 11 saniyə qət edir. Amma qaradərli olduğuna görə deyirlər ki, külək arxadan əsirdi. Ona görə bu rekordu qeydə almırıq. O nə edir? Öz rekordunu təzələyir. Wilma Rudolph. Başqa bir uğursuz haqqında sizə məlumat vermək istəyirəm. Bu şəxsin sırf cılız olduğuna görə o məktəbin yığma komandasından qovulur, basketbol komandasından. Onun həyatındakı uğursuzluqlarına 14-lük şriftlə bir A4 kağızına çap etsək, bir A4 kağızı bəs etməz. Və bu şəxs bizim hamımızın çox gözəl tanıdığı Michael Jordan'dır. Başqa bir uğursuz, 27 yaşında işsiz qalır. Əri tərəfindən bir körpə uşaqla tərk edilir. Kirayə pulunu ödəməyə belə pulu olmayan bu xanım kitab yazmağa başlayır. Bu arada kliniki depressiyaya düşür, uzun müddət müalicə alır, kitablarını kafelərdə yazır. Yazdıqdan sonra 2 il müddətində kitabını belə çap edə bilmir. Bu xanımın kim olduğunu təxmin edirsiniz yəqin ki. Harry Potter'ın müəllifi Joan Rowling. Və mən bu kimi insanların həyatına baxarkən hər zaman mənim ağlımda bir sual yaranırdı. Axı nəyə görə bəzi insanlar həyatda çətinliklə qarşılaşdığı anda daha da əzmkarlıq nümayiş etdirir, hədəfinə bağlı qalır, bəziləri isə ilk fürsətdə vaz keçir. Təbii ki, bu ağıllı sualı verən tək mən deyildim, məndən qabaq da bu sualı düşünən müxtəlif alimlər var idi və bu suala cavab axtararkən çox maraqlı bir insanla tanış oldum. Bu insan bəlkə də bir çoğunuz tanıyır. Stanford Universitetinin professoru Carl Dweck. Məndən öncəki çıxışlarda Carl Dweck haqqında kiçik
məlumatlar verənlər oldu. Və Karl Dweck də hər zaman bu sualın cavabını axtarır. Axı nəyə görə bəzi insanlar əzmkar olur? Bəzi insanlar isə ilk fürsətdə vaz keçir. Bəzi insanlar uğurlu olur, bəzi insanlar isə bacarıqlı olduğu halda uğursuzluğa düşər olurlar. Və çox maraqlı eksperimentlər aparır. Görür ki, tələbələr üzərində 10 yaşlı uşaqlardan başlayır və o uşaqlara müxtəlif tapşırıqlar verir. Bəzi uşaqlar bu tapşırıqlara necə yanaşır bilirsiniz? Mən mütləq burada nəsə öyrənəcəm. Bəzi uşaqlarsa hər kəsin yanında biabır olacam. Və çox maraqlıdır, mən burada nəsə öyrənəcəm deyə düşüncəyə sahib olan uşaqlar həyatı boyunca daha uğurlu olur, bütün testlərdən daha uğurla keçir. Və daha sonra həmin uşaqların beyninin elektromaqnit aktivliyini ölçürlər. Görürlər ki, doğru düşüncə tərzinə sahib olan insanların beyninin elektromaqnitliyi sağ tərəfdə gördüyünüz kimi daha aktivdir. Digərlərində isə daha az aktivdir. Və təbii ki, Karlın da ilk gəldiyi qənaət bundan ibarət olur ki, alimlərin insanlar anadan gəlmə iki qrupa bölünür, ağıllılar və ağılsızlar. Amma araşdırmalar davam edir və bu araşdırmaların sonunda çox maraqlı bir faktla rastlaşırlar. Günümüzdə hələ illər öncə bir çox alimlər düşünürdü ki, bəlirli bir yaşa çatdıqdan sonra beynimiz formalaşır. Amma məlum olur ki, bizim beynimiz ölən günə qədər formalaşıb bitmir və hər gün yenilənir. Siz təsəvvür eləyin, sizin hər birinizin beyni gün ərzində 70-100 milyard arası yeni neyron bağları yaranır və yenilənir. Bu nə deməkdir? Təsəvvür eləyirsiniz. Bir neçə gün bundan öncə olan beyninizlə bugünkü beyniniz tamamilə fərqli beyinlərdir. Buna beynin neyroplastikliyi deyirlər. Və bu videoda siz nəyi görürsünüz? Bir insan yeni bir məlumat əldə edəndə, yeni bir bacarıq öyrənəndə yeni neyron bağlar formalaşır. Bu, həmin yeni neyron bağların formalaşmasının bir video yazısıdır. Və indi siz təsəvvür edin, biz harasa bir məlumatı əldə edirik, beynimizdə yeni bir neyron bağ formalaşır. Amma daha sonra nə olur? Əfsuslar olsun ki, bizim nənələrimizdən bizə, mən bunu məcazi mənada deyirəm təbii ki, çox pis bir xasiyyət keçib. O vaxt analarımız, nələrimiz nə edərdi? Gedərdi dünyanın pulunu xərcləyərdi, alardı o bahalı xrustalları, servantları, gətirərdi, yığardılar evə və heç vaxt istifadə etməzdilər. Ayda bir dəfə sadəcə və ya ildə bir dəfə onları yumaq, təmizləmək üçün istifadə edərdilər, bitdi. Biz də əfsuslar olsun ki, bu bilikləri əldə edirik, amma bu bilikləri real həyatda tətbiq edirikmi? Yox. Bunları qoyuruq servanta. Nə zaman istifadə edirik bu biliklərdən? Bu cür ortamlarda özümüzü ağıllı göstərmək üçün. Mən də bunu bilirəm. Və bunlar istifadə edilmədiyi üçün zamanla bax bu yaranmış yeni neyron bağlar itir. Onların bəzilərinin izi qalır. Heç olubmu bəzən nəyisə xatırlamağa çalışırsınız, dilimin ucunda da amma yadıma düşmür. Bir neyron bağ olub, silinib, onun bir izi qalıb və artıq o neyron bağı yoxdur və siz onu xatırlaya bilmirsiniz. Demək ki, əldə olunan biliyin beyninizdə həkk olunması üçün o neyron bağının daha güclü qurulması lazımdır. Bunun üçün də nə lazımdır? Nə lazımdır? Eşitmirəm? Praktika, bəli, tətbiq etmək və ya təkrarlamaq. Və biz təkrarladığımız zaman, tətbiq etdiyimiz zaman o neyron bağlar daha da formalaşır, daha da qalınlaşır, daha sərt olur. Və təbii ki, bu da bizim həyatımızda bizə bir fayda verir. Əks halda heç bir fayda vermir. Və çox maraqlı bir faktorla qarşılaşırlar. Yenə də Stanford Universitetinin professorları Londonda avtobus sürücüləri ilə taksi sürücülərin beyinlərini izləyirlər. İşte bunları bir araşdırırlar. Və bizim beynimizdə hipokampus deyilən bir o yaşıl rəngdə gördüyünüz nöqtə var. Bu nöqtə məkanda yön tapmağa cavabdehdir. Orientasiya prostransiya. Və görürlər ki, avtobus sürücülərində məhz beynin bu hissəsi daha az inkişaf edir. Taksi sürücülərində isə daha çox inkişaf edir. Sizcə bunun səbəbi nə ola bilər? Davamlı yeni marşrutlar, davamlı yeni xətlər, yeni trayektoriyalar. Avtobus sürücüləri isə nə edir? Hər zaman eyni marşrutdan, eyni trayektoriya ilə. Və
Fixed mindset insanlarda isə bizə nə lazımdır? Və beynimizin birçok sahələrini, bütün sahələrini inkişaf etdirmək lazımdır. Deyilmi? Demək ki, nə edə bilərik? Hər gün etdiyimiz işi daha fərqli bir şəkildə etməyə çalışaraq, beynimizin bəlirli nöqtələrini aktivləşdirib o neyron bağlarını qanunlaşdıra bilərik. Hər gün getdiyiniz A və B nöqtəsi arasındakı məsafəni hər zaman eyni trayektoriyanla mı gedirik? Bəzən alternativ yol var, daha yaxındır, daha rahatdır. Amma beynimiz bir şəkildə bizə bəhanə öyrətir. Burada tıxacı azdır, bu yol daha rahatdır, alternativ yoxdur və s. və l. Hər gün hesabat mı hazırlayırıq? Harada hazırlayırıq? Excel-də mi? Gəlin bu dəfə başqa bir proqramda hazırlayaq. Və hər gün etdiyiniz rutin işləri fərqli şəkildə etmək bizim beynimizdə olan o neyronların hərəkətini də, bağlarını da stimullaşdıraraq bizim beynimizi yavaş-yavaş daha gross mindset etməyə doğru aparır. Carl Dweck'in apardığı bir eksperimentdən sizə danışmaq istəyirəm. 400 nəfər şagird götürürlər və bu 400 nəfər şagirdin hər birinə çox asan, hər birinin rahatlıqla həll edə biləcəyi bir çalışma verirlər. Daha sonra bu şagirdləri bölürlər iki qrupa. Birinci qrupa tərifləyirlər, kompliment deyirlər. Siz çox ağıllısınız. Siz o qədər ağıllısınız ki, bunu bu qədər qısa zaman ərzində həll etdiniz. İkinci qrup şagirdə isə yenə kompliment deyirlər, amma bu dəfə onların ağlını tərifləmirlər. Siz çox çalışdınız. Məhz bu çalışqanlığınızın sahəsində bu qədər qısa vaxtda bu çalışmanın öhdəsindən gələ bildiniz deyirlər. Birinin ağlını tərifləyirlər, birinin isə ortaya qoyduğu səyləri. Daha sonra ikinci raund başlayır və bu tələbələrin hər birinə seçim verirlər. İkinci raundda sizə necə bir çalışma verməyimizi istəyirsiniz? Əvvəlkindən daha çətin, yoxsa daha asan? Və maraqlı bir statistika ilə qarşılaşırlar. Kimlərin ki, ağlını tərifləyiblər, onlar daha asan çalışma istəyirlər. Niyə? Çünki artıq o statusun əllərindən gedəcəyindən qorxurlar. Daha ağılsız kimi görünəcəklərini düşünürlər. Digərlərinin isə 90% daha çətin çalışmanı istəyir. Təbii ki, verilən çalışma hər bir halda eyni olur və bu çalışmanı verirlər. Nəticə nə görülür? Birinci qrup özür istəyirəm, daha gərgin olur, daha uzun vaxt sərf edirlər o çalışmanın həllinə. İkinci qrup isə prosesdən zövq alır və daha qısa müddətdə o çalışmanın həllini tapır. Və nəhayət üçüncü raunda gəlirlər. Üçüncü raundda nə edirlər? Hər tələbəyə, bütün tələbələrə birincisinin qədər asan bir çalışma verirlər. Və yenə də maraqlı bir faktla rastlaşırlar. İkinci qrupun birinci çalışma ilə müqayisədə nəticəsi 30% artdığı halda, ikinci qrupun nəticələri təxminən 20% azalır. Bu da nə deməkdir? Bizim beynimizə verilən siqnallar, bizim eşitdiyimiz sözlər, özümüzə olan təlqinləri bizim beynimizin performansına çox ciddi bir şəkildə təsir edir. Və bununla bağlı aparılmış çoxsaylı müxtəlif eksperimentlər var, müxtəlif araşdırmalar var, internetlərdə ən qədərdir tapa bilərsiniz. Amma burada önəmli olan nöqtə nədir? Doğru ifadəni seçməklə beynimizin performansını biraz daha artırmış ola bilərik. Bəs yaxşı, Carl Dweck'in dediyinə görə iki cür insan var. İnkişaf yönümlü təfəkkürə sahib olanlar və sabit yönümlü təfəkkürə sahib olanlar. Bəs mən əgər bugün fixed mindset dediyim, sabit yönümlü təfəkkürə sahibəmsə, özümü inkişaf yönümlü bir təfəkkürə sahib bir insan olaraq edə bilərəmmi? Cavab bir mənalı şəkildə bəli edə bilərsiniz. Bunun üçün nə lazımdır? Bu sualın cavabını verməmişdən qabaq Qahirə bazarı ilə bağlı bir rəvayəti danışmaq istəyirəm sizə. Qahirə bazarında 3 dükan olur. Və bu dükanlar yanaşı olur, bunların arxa divarı isə bazar olur. Və bu 3 dükan hər gün fikirləşir ki, mən nə edim ki, məhz mənim dükanıma girən müştərilərin sayı çox olsun. Bunu düşünən birinci dükan götürür, dükanın üzərinə yazır. Ən ucuz mallar burada. Bir müddətdən sonra görürlər ki, birinci dükana girən müştərilərin sayı çoxalıb. İkinci götürür, yazır. Ən keyfiyyətli mallar burada. Görürlər ki, ikinci dükana girənlərin sayı çoxalıb. Birinci götürür, yazır. Ən ucuz və ən keyfiyyətli mallar burada. İkinci götürür, yazır. Ən əntiq və ən keyfiyyətli mallar burada. Və bu şəkildə bir soyuq müharibə gedir. Üçüncü dükan isə 5 hərfdən ibarət bir söz yazır və digərləri nə edirsə etsin, o dükana girən müştərilərin sayı hər zaman digərlərindən qat-qat çox olur. Sizcə o 5 hərfdən ibarət söz nə olur? Giriş. Giriş. Çox sadə. Çünki hər kəs elə bilir ki, bazarın girişi bu dükandandır.
Əslində biz də bundan öncəki suala cavab axtararkən necə bir cavablar gözləyirik? Qeyri-adi bir Harry Potter'ın çubuğunu gözləyirik. Nəsə orada bir fokus eləyəcək və bizim beynimiz olacaq growth mindset. Əslində isə cavablar sizin ağlınıza gəlməyəcək qədər çox sadə və praktikada yetəri qədər praktik olan cavablardır. Gəlin bu cavablar üzərində danışaq. 1. İnkişaf yönümlü dildən istifadə edin. Nədir inkişaf yönümlü dildən istifadə etmək? Bu mənim üçün çətindir. Mən bunu bacarmıram. Bu, sabit yönümlü bir təfəkkürün istifadə edəcəyi dildir. Mən hələ ki bunu bacarmıram dediyiniz zaman, siz artıq inkişaf yönümlü dildən istifadə etmiş olursunuz. Baxın, çox qəddar bir eksperiment var. 2 qrup uşağı, 10 yaşlı uşaqları götürürlər. Birinci qrupa müxtəlif testlər, tapşırıqlar verirlər. Əslində o testlər, tapşırıq çox sadə və mənasız olur. Test tapşırıqlarının nəticəsində, nəticə nə olursa olsun, birinci qrupa deyirlər ki, siz o qədər axmaqsınız ki, həyatda heç nəyə nail ola bilməyəcəksiniz. İkinci qrupa isə deyirlər ki, siz o qədər ağıllısınız ki, həyatda nail ola bilməyəcəyiniz heç nə olmayacaq. Və növbəti 20-30 il müddətində o uşaqları izləyirlər. İkinci qrupun içindən həyatda nəyəsə nail olan insanlar daha çox olur. Birinci qrupun əksəriyyəti həyatda çox şey nail ola bilmir. Bu da sözlərin bizim beynimizə və bizim beynimizin performansına olan təsirinin göstəricisidir. Və çox təsadüfi deyil ki, Thomas Edison'un da bir sözü var. Deyir, mən həyatımda heç vaxt uğursuz olmadım. Mən 1000 dənə uğursuz yolu tapdım, ən sonunda bir dənə də uğurlu yolu tapdım. Bax, bu growth mindset dilindən istifadə etmək bizim beynimizi inkişaf yönümlü təfəkkürə çevirəcək addımlardan birincisidir. İkincisi nə ola bilər? Beyninizə düşünmək üçün vaxt ayırın. Çox sadə və çox banal səslənir, deyilmi? Amma gəlin düşünək. Mən xatırlayıram, vaxt var idi, mən tələbəlik həyatımda minirdim avtobusa və ya taksiyə və ya bəzən də piyada gedirdim. O müddət ərzində mənim smartfonum yox idi. Və mən yol boyu nəyisə düşünürdüm. İnternet yox, Wi-Fi yox, smartfon yox. Mən yol boyu nəyisə düşünürdüm. Bugün düşünürükmü? Beynimiz nəyisə düşünmür. Beynimiz nəyisə düşünərək ürətici olması lazım olduğu halda davamlı istehlakçıdır. Davamlı gadgetlərdən nəyisə qəbul edirik. Və bu da bizim beynimizdə həmin o neyron bağlarının yaranması prosesini zəiflədən amillərdən biridir. Demək ki, hər gün özümüzə düşünmək üçün bir zaman ayırmağımız lazımdır. Və maraqlı bir eksperiment də keçiriblər. Harvard və Virginia Universitetinin professorları tələbələri şərt qoyurlar. 15 dəqiqəlik bir otağa salırlar. 15 dəqiqə müddətində heç bir şey etməməlidirlər. Sadəcə boş-boşuna oturub bir nöqtəyə baxmalıdırlar. Kim istəmirsə otaqdan çıxa bilər, amma bir şərtlə onun bədəninə kiçik bir tok verəcəklər. Nəticə gözlənilmiş olur. Tələbələrin böyük bir əksəriyyəti o tok alır və otaqdan çıxır. 15 dəqiqə heç nə etmədən otura bilmir. Niyə görə? Çünki beyin darıxır. Və maraqlı bir kitab var, Out of My School, darıxdırıcılığın psixologiyası. Bu kitabda mənim xoşuma gələn çox maraqlı bir söz var. Deyir ki, bütün kreativliyin başlanğıcı darıxdırıcılıqdır. Çünki biz insanlar darıxırıq, darıxmağı sevmirik. Darıxdığımız anda beynimiz bizə bir məşğulluq tapır. Bu dünyaya niyə gəlmişəm? Filan cihaz niyə işləyir? Filan şeyi niyə belə edə bilərəm? Və biz beynimiz düşünməyə başlayır. Biz isə beynimizi darıxmağa qoymuruq həmin o gadgetlarla. Düşünməyə vaxt ayırmırıq. Ona görə də growth mindset olmaq istəyiriksə, ən azından beynimizi düşünmək üçün biraz vaxt ayırmağımız lazım olacaq. İkincisi, yeni bacarıqlar öyrənin və tətbiq edin. Baxın, tətbiq etmədiyiniz müddətcə bu bacarıqların sizə heç bir faydası yoxdur. Sizə sadə bir misal deyim. Bütün dünyada şirkətlər il ərzində milyonlarla dollar, da milyardlarla dollar dünya üzrə xərc çəkirlər öz əməkdaşlarını yetişdirmək və onlara təlim və konsultasiya xidmətləri vermək üçün. Brinkenhoff Study adında bir araşdırma var. Brinkenhoff adında bir alim aparır. 200-dən çox holdingin təlim büdcəsini incələyir və görür ki, bu təlim büdcələrinin effektivliyi, xərcinin effektivliyi təxminən 15%-dir. Niyə görə 15%-dir? Çünki təlimə girənlərin 15%-i
bir düşüncə ilə girir. Əşi, bu məni örgədəcək. Yerdə qalan 85% nə isə örgənir, gedir tətbiq eləməyə. Amma sonrasında nə olur? Hər kəsin bildiyi şeylər olur. Bax, bugün hamımız burada razılaşsaq ki, sabahdan etibarən hər gün səhər durduqdan sonra mütləq bir qurtum su içib sonra günümüzə davam edəcəyik. Hər kəsin edə biləcəyi bir şeydirmi? Bəli. Hər kəs edəcəkmi? Böyük ehtimal ki, xeyr. Məhz o 85%-də, 85%-in 70%-də çox qısa bir müddətdə o yeni bacarıqları tətbiqi nə edir? Buraxır. Və cəmi 15% iştirakçılar onları tətbiq edir. Ona görə də bu təlim effektivi 15%-dən yuxarı olmur. Bu da bizə bir daha göstərir ki, bizim oxuyub öyrəndiklərimizi real həyatda tətbiq etmiriksə, biz o xrustal alıb servanta qoyan nənələrimiz kimi onu nə üçün istifadə edirik? Özümüzü bu cürdə ortamlarda ağıllı göstərmək üçün. Növbəti uğursuzluqlara öyrənmə fürsəti kimi baxmaq. Çox banaldır, amma inanın ki, tam da bu bizim bu dəqiqə ehtiyacımız olan şeydir. İşte hər uğursuzluğun başında mütləq bir günahkar axtarırıq. Axı, niyə bu mənim başıma gəlir? O bunu etməsəydi belə olmazdı. Mən bunu belə etməsəydim belə olmazdı. Amma bu uğursuzluqdan nə nəticə çıxartdım? Bu sualı verib düşünən çox az sayda insan var. Və əfsuslar olsun ki, məhz o az saylı insanların içindən də uğurlu insanlar daha çox çıxır. Və təkrarlanan işlərinizi yeni formatda və fərqli şəkildə davam edin. İşte getdiyiniz yola hər gün daha fərqli trayektoriya etməyə çalışın. Hazırladığınız cədvəlləri daha fərqli. Prezentasiya mı hazırlayırsınız? PowerPoint-da mı hazırlayırsınız? Bu dəfə Canva-dan və ya Prezi-dən istifadə edin. Süni intellektdən istifadə edin. Hər zaman süni intellektdən mi istifadə edirsiniz? Bu zaman gedin kitabxanaya, bir dəfə də kitabxanadakı kitabları vərəqləyərək bunu etməyə çalışın. Və etdiyiniz rutin işləri belə daha fərqli bir şəkildə etməyə çalışmaqla siz beyninizin lazım olan nöqtələrini aktivləşdirə biləcəksiniz. Bütün bunlar isə, mən demirəm, bu sahənin mütəxəssisləri iddia edir ki, bizə bir sabit yönümlü təfəkkürdən inkişaf yönümlü təfəkkürə keçmək üçün ən uğurlu addımlardan biri olacaq. Və son olaraq, son olaraq 2-nin kvadratı 4 eləyir, bunu hamımız bilirik. Amma 0,99-u 365 dəfə bir-birinə vursaq nə edər? Bir rəqəm deyin. Yaxşı, gəlin bunun cavabını mən deyim, 0,1000-26. Amma növbətin cavabını sizdən istəyirəm. Bu 0,99-u çox, amma çox cüzi bir şəkildə artıraq, 1,100-1 eləyək və bunu 365 dəfə bir-birinə vuraq. Təxminən hansı aralıqda? Bəli, 37,78. Çox kiçik bir fərq, amma nəticədə olan bir dəyişikliyə baxın. Baxın, bundan öncə saydığımız bu 5 addım bizim edəcəyimiz o kiçik fərqdir. Əldə etdiyimiz nəticə isə nə olacaq? Bunu hamımız bilirik. Elə isə gəlin bu sualı özümüzə verək. Biz o nəticəni əldə etmək istəyirikmi? Çox sağ olun, diqqətiniz üçün təşəkkür edirəm.